Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Xatun Əliyeva mətbəxdə öz məharətini göstərib həmin anları sosial şəbəkə hesabında paylaşıb biz də sizlərə təqdim edirik. Xatun valid olma necə olacaq? Elə şeylər var ki, vacibdir. Amma vəziyyətdən asılı olaraq o bizə lazım olmaya bilər. Məsələn elə badımcan 2. Səhərdən də əlcəksiz iş görürəm də. Kaş mənim bu əlcək giyməyimi sən çəkərdin. Niyə çəkmədin? Hə? Pulumu kəsəcəm. Mənim əziyyətimə Elşad. Hayır, mənim əziyyətimə. Soğan soya-soya ağlayan qadın. Ömrün də soğan kimi acıdır, acı. Ramiz Rövşən. Bu elə dadlı yağdır. Amma prosta reklam müqaviləm olmadığına görə adını çəkə bilmərəm. Bax, yaxın gəl. Kaş ki, duzsuz adamları bax belə duzlaya biləydim. Dağlar qızı Reyhan, Reyhan, Reyhan. Aləm sənə heyran, Reyhan, Reyhan. Elə xinək kimi bunu qoğurdum, gördün? Məndən aşıbqa tutanlara demək istəyirəm ki, soğanlar ola bilsin. O da ki, yəni, olur da, neyini? Adam çür olur, anır partlayır. Bəzi paxıllar kimi. Əsas da ki, bu dolmanın canım, əsas odur ki, badımcanı dadlı olsun, acı olmasın. Ona görə mən pörtmürəm. Bax, o yağ dediyim sehirli yağ var, onda onu qəşəng qızartıram, yandırıram, qoy yansın. Necə işləyirəm, sən ona bax, əlcəyim də cırıldı. Tez dəyişək bunu, antisanitariya baş alıb gedməsin ölkədə. Only you. Keçir indi 9 əlcəyə. 9'lar prospektində. Yalansa fransız ki ilan vursun dilindən. Duzluyuruq bunu. Bunu isə qızlar o baldız qaynananı doldurur, gəlinə qarşı. Baba, elə doldururam. Baxın, baxın. At olsa, az olsa neyək? Səni yaz qatarım apardı tezdən. Elə bil dünyanı qarlı qış aldı. Heç yana getmədin sən yer üzündən. Bəs niyə yer üzü birdən boşaldı? Heç yana getmədin sən yer üzündən. Yer üzü bəs niyə birdən boşaldı? Birdən boşaldı. Hicran elə gəldi, ayırdı bir.